Mikeya 7-ci fəsil. Mikeyanın mərsiyəsi. Vay halıma! Mən bir adama bənzəyirəm ki, yay mövsümündən sonra meyvəsi tamam yığılmış, tənəkləri təmizlənmiş, nə üzüm salxımı, nə də könlü istəyən bir dənə əncir yeməyə qalıb. Ölkədə Allaha sadiq adam qalmadı. İnsanlar arasında doğru adam tükəndi. Hamı qan tökmək üçün pusquda durur. Qardaş qardaşa tələ qurur. Pis işlərə əlləri zirək olur. Rəislər, hakimlər rüşvət tələb eləyir. Dövlətlilər istədiklərini eləyir. Hamısı hiylə ilə iş görür. Bunların ən yaxşısı tikandan dəyərsizdir. Ən salihi də alaq otundan pisdir. Peyğəmbərlərin xəbərdarlıq elədiyi kimi cəza günü gəldi. İndi siz çaşbaş qalmısınız. Qonşunuza inanmayın, dostunuza bel bağlamayın. Hətta qoynunuzda yatan arvadınızdan belə ağzınızı möhkəm saxlayın. Çünki oğul atasına xor baxır. Qız anasına, gəlin də qaynanasına qarşı qalxır. İnsanın düşməni öz ev əhli olub. Mənsə Rəbbə baxacağam. Məni xilas eləyən Allahı gözləyəcəyəm. O məni xilas eləyəcək. Allahım məni eşidəcək. Qurtuluş yolu. Halıma sevinmə ey düşmənim. Mən yıxılsam da qalxacağam. Qaranlıqda olsam da Rəbb mənim nurum olacaq. Mənə bərayət qazandırıb, hökmünü icra eləyənə qədər Rəbbin qəzəbinə dözəcəyəm. Çünki ona qarşı günah işlətdim. O sonra məni işığa çıxaracaq. Onun salihliyini görəcəyəm. Düşmənim bunu görüb xəcalət çəkəcək. O mənə demişdi, Allahın Rəbb hardadır? Bu düşmənin məğlubiyyətini görəcəyəm. O küçələrdə palçıq kimi tapdalanacaq. Ey Yerusəlim, divarlarının bərpa günü yaxınlaşır. O gün sərhədlərin genişlənəcək. O gün xalqın Aşşurdan, Misir şəhərlərindən, Misirdən Fərat çayına qədər uzanan torpaqlardan, dənizdən dənizə dək, dağdan dağa dək sənin yanına qaydacaq. Lakin sakinlərinin əməllərinə görə yer üzü viran olacaq. Rəbbin İsrailə məhəbbəti. Ya Rəbb, mirasın olan sürünü, öz xalqını çomağınla otar. O, çöldə indi tənha qalır. Ətrafında isə yaxşı otlaq var. Qoy keçmiş günlərdəki kimi Başan və Gileadda otlasınlar. Misirdən çıxdığın günlərdəki kimi sizə möcüzələr göstərəcəyəm. Millətlər bunu görəcək, öz qüvvətlərinə görə utanacaq. Əlləri ilə ağızlarını yumacaq, qulaqları kar olacaq. İlan kimi torpağı yalayacaq, əsə-əsə yuvalarından sürünənlər kimi çıxacaq. Ey Allahımız Rəbb, onlar səndən qorxub dəhşət içində sənə tərəf dönəcək. Sağ qalan xalqının cəzasını aradan götürən, üsyankarlığını bağışlayan sənin kimi Allah varmı? Qəzəbini əbədi saxlamazsan. Çünki məhəbbət göstərməyi xoşlayırsan. Yenə bizə rəhm eləyib şər əməllərimizi siləcəksən. Bütün günahlarımızı dənizin dərinliklərinə atacaqsan. Qədim zamanda atalarımıza and içdiyin kimi, Yaqub nəslinə sədaqətini, İbrahim övladlarına məhəbbətini göstərəcəksən.